Salam, xoş gördük, dəyərli MİQ və sertifikasiya hazırlaşan müəllimlərimiz. Bugünkü videomuzda sizlər üçün əksər müəllimlərimizin çətinlik çəkdiyi bir neçə test nümunəsinə baxacağıq. Bu videomuzda sizlər üçün həmən test nümunələrinin ən sadə qaydada həlləri ilə tanış olacağıq. İlk sualımız belədir. Şəkil müstəvisinə perpendikulyar maqnit sahəsində yerləşən naqildə naqil O nöqtəsi ətrafında bərabər sürətlə fırlanır. Buna görə KN ucları arasında əmələ gələn elektrik hərəkət qüvvəsinin KM ucları arasında əmələ gələn elektrik hərəkət qüvvəsinə olan nisbəti nə qədərdir? Bu tipli məsələlərdə biz diqqət eləməli olduğumuz ən birinci məqam ondan ibarətdir ki, maqnit sahəsində yerləşən naqil əgər hərəkətdə olursa, bu zaman həmin naqildə induksiya elektrik hərəkət qüvvəsi yaranır və bu induksiya elektrik hərəkət qüvvəsinin naqilin uclarında hansı yüklər yaratdığını müəyyən etmək lazımdır. Nəzəriyyədə də qeyd elədiyimiz kimi mövzu izahlarımızda bu qayda sağal qaydası ilə təyin olunur. K, M və N uclarının hərəkət sürətlərinə diqqət yetirək. Hərəkət sürətləri adi çevrə üzrə hərəkətdə xətti sürət hansı istiqamətdə yönəlir? Həmən sürəti nəzərdə tuturam. K nöqtəsində sürətin istiqaməti bu şəkildə. M nöqtəsində belə, N nöqtəsində isə bu cürdür. Çünki bizə məsələdə baxın omeqanı bu şəkildə verib. Yəni çevrə, yəni deyək ki, fırlanma istiqaməti sadə əqrəbi istiqamətindədir buna görə. İndi burada biz çevrə üzrə hərəkətdə öyrəndiyimiz nəyi bilirdik? Fırlanan bərk cisimlərdə, hansı ki bu naqillər sistemi fırlanan bərk cisimdir. Fırlanan bərk cisimlərdə xətti sürət radiusla düz mütənasibdir. Mən baxıram ki, KO hissəsinin uzunluğu, baxın, bu KO hissəsinin uzunluğu 3 L-dir. OM hissəsi 2 L-dir, OL də L-dir. Deməli, radiuslar, yəni fırlanan radiuslar deyəndə biz O nöqtəsindən olan məsafəni nəzərdə tuturuq. 3L ən böyük olduğu üçün K nöqtəsinin sürəti M və N-ə nisbətən daha böyükdür. Nə qədər böyükdür? Buranı 3V yaza bilərəm. Onda M nöqtəsini nə yazım? 2V. Çünki radiuslarla, uzunluqlarla mütənasib yazıram. Onda N nöqtəsinə də yazmalıyam V. Deməli, biz sürətin həm istiqamətini, həm qiymətini təyin etdik. İndi növbəti ikinci addım nədən ibarətdir? İkinci addımda biz KO naqilinin, baxın, KO hissəsinə baxırıq. Çünki bu nöqtə ətrafında fırlanır. Baxmaq istəyirəm ki, K ucunda və O ucunda hansı yüklər yaranır? Sağ əl qaydası, sağ əlimizi necə tuturduq? Ovucumuzun içinə B induksiya daxil olsun. Diqqətim, fikrim K nöqtəsindədir. K nöqtəsi sağa doğru. Baş barmağım sağa doğru yönəlir. Baxın, onda bizim sağ əlimiz bu şəkil alır. Sanki bu sağ əlimizdir və bu ovucumuzun içidir. Bunu belə də qoyaq, yəni bilək ki, bu ovucun içidir. Onda hansı ki baş barmağımız V istiqamətini göstərir, ovucumuzun içi B daxil olur ovucumuzun içinə. Onda uzanan 4 barmaq müsbət yüklərin hərəkətini göstərir. Deməli, buradan bilirəm ki, K ucuna müsbət yüklər yığıldı. Onda təbii ki, O ucunda mənfi yük olmalıdır. Bu hissə bitdi. İndi keçək ON ucuna. ON ucuna fikrim ancaq ON kiçik naqil parçasındadır. Deməli, yenə sağal qaydası ovucumun içinə B daxil olsun. Sağ əlimin baş barmağı sol tərəfə yönəlsin. Çünki V sol tərəfədir. İndi sağ əlimiz necə oldu? Baxın, müəllimlər, bu şəkildə. Hansı ki, bu çəkdiyim əlimin içidir. Gördüyüm bu əlimin içidir. Əlimin içinə B daxil oldu. Baş barmağım V istiqamətində, onda uzanan 4 barmaq müsbət yüklərin hərəkət istiqamətini göstərir. Deməli, N ucunda müsbət yük yığıldı, O ucunda mənfi. Bu hissə də bitdi. Axırıncı naqil parçası haradır? M O'dur. O M naqili. İndi O M eyni qaydada yenə ovucumun içinə B daxil olsun. Bu dəfə baş barmağım aşağı yönəlsin. 2V istiqamətində baxın. Sağ əlimiz. Mən əlimi tutub istiqamət təyin etdikcə siz də bu istiqamətə diqqət yetirin. Siz də əlinizi bu şəkildə tutun.
Baxın, B ovcuma daxil oldu. Həqiqətən sağ əlimin baş barmağı aşağı doğru sürəti göstərdi. Uzanan 4 barmaq müsbət yüklərin hərəkət istiqaməti. Deməli, M ucunda müsbət, O-da da mənfi yığılır və salam. Biz yükləri təyin elədik. İndi baxın, gəlin bunu dövrə hissəsində bir neçə cəryan mənbəyinin birləşməsi kimi göstərək. Bura K-dır. Müsbət, K ucu müsbət, O mənfi. Ardınca gəlirəm. Məndən hansını soruşur? Diqqət eləyək. Bax, KN. KN haradır? Buradan bura qədər. Mən görürəm ki, mənfi. İndi bax, bu O-dur. Bura O ucudur. Təsəvvür eləyin. Burada yenidən O-N-in O-su. Yenə mənfi. Bu da N-dir. Bura N-dir. M yox, N. N, O. O, K. Bax, bu şəkildə çəkmək istədim bunu. Bu bizim təyin eləyəcəyimiz ümumi epsilon KN-dir. Bu dövrədir. İndi epsilon KM-ə baxaq. KM necədir? K müsbət, mənfi, O mənfi. Gəlirəm. İndi görürəm burada, baxın, mənfiyə. O-da yenə mənfi. M-də yenə müsbət. Belə. Bura K, bura O, təzdən bura O, burada M. Bu da ikinci şəklimizdir. Hansı ki, burada epsilon KM-i təyin eləməliyik. Gəlin bir-bir baxaq. Birinci şəkil bu olsun. İkinci şəklimiz də bu olsun. İndi biz birinciyə baxırıq. Epsilonları təyin eləməliyəm. Görüm, KO hissəsində elektrik hərəkət qüvvəsi nə qədərdir? Bildiyimiz kimi, elektrik hərəkət qüvvəsinin qiymətini tapmaq üçün, əgər naqil çeviri üzrə hərəkət edirsə, onda epsilon bərabərdir VBL bölünsün 2 düsturuna əsasən təyin etməliyik. Mən yazıram epsilon KO bərabərdir. KO-ya baxaq. V-nin yerinə yazıram 3V. B hamısı üçün eynidir, L-də 3L-dir. Bölünsün 2. Bunu yazdım 4/5. İndi VBL-i yazmıram, hələ ki, belə saxlayayım. Sonra ON bərabərdir. ON hissəsində sürət V-dir, B eynidir, uzunluq L-dir, bölünsün 2. Bu bir dənə VBL-dir. Daha doğrusu 0/5 VBL-dir. Bunu yazıram 0/5. Sonra epsilon ON-i yazandan sonra. İndi baxın, burada 4/5, 0/5. Gəlin bunun hər ikisini 2-yə vurum ki, yuvarlaq ədədlər alım. 2-yə vursam, KO hissəsi üçün nə alıram? 9. Epsilon ON üçün də 2-yə vursam, alıram 1. Bunu gəlin, elə göstərək buradaca. Yazıram bura 9 epsilon, burada yazıram 1 epsilon. Birləşmə necədir, müəllimlər? Tərs birləşmədir, baxın. Müsbət, mənfi, mənfi, müsbət. Onda ümumi epsilon KN-i necə tapırdıq? Ümumi epsilonu tapanda 9 epsilonla epsilonu çıxırdım. Epsilon KN bərabərdir 8 epsilon. Bunu yadımda saxladım. Eyni qaydada keçirəm. İndi ikinci şəkilə KM və OM-ə yazıram epsilon KO. Bunu bayaq tapdıq. Yenə də yazıram. 3V vurulsun 3L vur B bölünsün 2, 4/5. Sonra epsilon OM. M'in sürəti nə qədərdir? 2V. Uzunluğu nə qədərdir? 2L. B də eynidir. 2-yə də böldüm. Bu da elədi 2. İndi bunları da gəlin, belə deyək ki, tam natural ədədə gətirək. Hər ikisini 2-yə vuraq. Onda epsilon KO üçün alıram 9. Epsilon OM üçün alıram 4. Bunu da öz üstündə yazım. Bura yazıram 9 epsilon, bura yazıram 4 epsilon. Yenə tərs birləşmədir. Tərs birləşmədə ümumi KM nədir? 9 çıxılsın 4-dən 5 epsilon. Bizdən nəyi soruşur? Gəlin diqqət eləyək. Bizdən soruşduğu epsilon KN-in, baxın bunun, epsilon KM-ə nisbətidir. Ona görə də düzgün cavab olmalıdır. Epsilon KN bölünsün epsilon KM bərabərdir 8 epsilon bölünsün 5 epsilon, o da bərabərdir 8 bölünsün 5. Düzgün cavab B variantı. Növbəti sual.
Cəryanlı naqilin ətrafında yaranan maqnit sahəsinin B induksiyasının təyin edilməsi qaydasına əsasən olan məsələdir. Məsələmizdə deyilir, şəkil müstəvisində perpendikulyar istiqamətdə olan sonsuz uzunluqdakı naqillərdən I1 və I2 cəryan şiddətləri keçir. Naqillərin O nöqtəsində əmələ gətirdiyi yekun, əvəzləyici B maqnit induksiya vektoru şəkildəki kimi olarsa, I1 bölü 2 nisbətini təyin edin. Gəlin bunu təyin edək necə? İlk öncə mən I1 naqilinin O nöqtəsində yaratdığı B maqnit induksiyasının istiqamətini təyin edim. Düz cəryanlı naqil ətrafındakı B-ni sağ əl qaydası ilə təyin edirdik. Qaydamız necə idi? Sağ əlimizin baş barmağı cəryan istiqamətində yönəlir. Bu zaman bükülən 4 barmaq B induksiyanın istiqamətini göstərir. Fikrim I1-dədir. Mənə doğru gələn cəryan var. Deməli, müəllimlər sağ əlimizi necə tuturuq? Baş barmağımız bizə doğru yönəlsin. Tutduq. İndi 4 barmağımızı bükək. 4 barmağımızı bükəndə diqqət eləsək, baba bu istiqamətdə bükülür 4 barmaq. Onda həmən istiqamətdə sürətim necə yönəlir? Belə. Bax, sürət deyəndə B induksiya daha doğrusu. Toxunan belə yönəlir. Bir daha deyirəm, bax, beləsi bir çevrə cızır sanki. I1 cəryanı və bu istiqamətdə dönür 4 barmağım. Onda toxunan belə. Sonra bunu üzərinə yazıram B1. Birindir. İndi eyni qaydada gəlin biz I2-ni təyin edək. I2 hansı istiqamətdə yönəlir? Məndən şəkil müstəvisinə. Sağ əlimin baş barmağı məndən şəkil müstəvisinə getsin. Onda baxın 4 barmağımız belə bükülür sanki baba, belə bu istiqamətdə. Onda burada toxunan necə olur? İndi bunu gördük, artıq silim. Toxunanı göstərim. Toxunan bu şəkildə yönəlir. Baxın, uzunluqlarını istədiyim kimi qoya bilmərəm. Çünki əvəzləyici belə olması üçün verilən məsələdə 1 dama aşağı, 2 dama yuxarı olmalıdır. Deməli 2 dama yuxarı olan B1'dir. Bunu tapdım. 1 dama sağa olan bu B2'dir. İndi həmən uzunluqları mən B1 və B2 üçün ədədi qiymət götürürəm. Yəni B1'i götürürəm 2, B2'ni götürürəm 1. Yaxşı, B-nin düsturu necə idi? B bərabər idi, B mütənasib idi, I böl deyilə. Yəni, verilmiş nöqtədə B induksiyasının istiqaməti cəryan şiddəti ilə düz, naqildən olan məsafədən tərs asıldı. Onda yazıram B1 bərabərdir. Fikrim birinci naqildədir, I1 bölünsün. Birinci naqildən O nöqtəsinə qədər olan məsafə 3 dama. İndi ikincini yazıram, B2 bərabərdir, I2 bölünsün. I2-dən O nöqtəsinə olan məsafə 2 dama. Tərəf-tərəfə bölək, 2 bərabərdir. 2I1 bölünsün 3I2. 2'lər ixtisar gedir. I1 bölünsün I2 bərabər olur 3'ə. Düzgün cavab A variantı 3. Növbəti məsələmizə baxırıq. Məsələmizdə deyilir ki, O nöqtəsində yerləşən müsbət Q yükü, mənfi Q, müsbət 2Q və müsbət 2Q yüklərinin təsiri altındadır. Buna görə O nöqtəsindəki yük sərbəst buraxılsa hansı istiqamətdə hərəkət edər? Burada məsələyə necə yanaşırıq? Əvvəlcə baxıram ki, müsbət çevrənin mərkəzində olan müsbət yüklə müsbət 2Q yükü bir-birini itələyir. Yəni, bu istiqaməti, baxın, bu müsbət 2Q bu yükü bu şəkildə itələyir. Sonra digər müsbət 2 də itələyir eyni qaydada. Bunların ədədi qiymətlərinə baxsam, çevrənin radiusudur, hər ikisinin məsafəsi eynidir və yüklərin ədədi qiyməti də eynidir. Deməli, itələdikləri qüvvələr bir-birinə bərabərdir. F və F. Bərabərdirsə, əvəzləyici qüvvə hansı istiqamətdə yönəlməlidir? Təbii ki, mərkəzdən bu şəkildə. Əvəzləyici qüvvə. İndi mənfi və çevrənin mərkəzində olan müsbətin qarşılıqlı təsirinə baxıram. Bunlar da bir-birini cəzb etdiyi üçün yenə belə yönəlir. Müsbət Q və mənfi Q yükün qarşılıqlı təsiri bu da bu istiqamətdə yönəlir. Onda mən baxıram, yekun hər ikisi sol tərəfə yönələn bir cazibə qüvvəsi görürəm. Ona görə də yekun əvəzləyici qüvvə hansı istiqamətdə yönəlirsə, yük də o istiqamətdə hərəkət edər. Düzgün cavabım olmalıdır A variantı.